Rusiyada yaşayan azərbaycanlıların nəzərinə əcnəbilərlə bağlı yeni qadağa gündəmdə. Rusiyada miqrantlara birdən çox telefon nömrəsinin sim kartın olmasını qadağan eləmək təklifi irəli sürülüb. Bu barədə Report TASS-a istinadən xəbər verir. Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri üzrə Komitəsinin rəhbəri Yaroslav Nilov əcnəbilərə birdən çox abunəçi nömrəsinin olmasını qadağan edən qanun layihəsi hazırlayıb. Sənəddə qeyd olunur ki, bu cür məhdudiyyətlər milli maraqların qorunmasına və vətəndaşlar üçün daha təhlükəsiz mühitin yaradılmasına yönəlib. Qanun layihəsinə verilən izahat qeydinə əsasən Rusiya ərazisində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sim kartlara sahiblik hüququnun məhdudlaşdırılması tədbirləri terrorizm, casusluq, fırıldaqçılıq və kiber təhlükələrlə bağlı artan təhlükələr nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən Rusiya Federasiyasında əcnəbilərin ondan çox abonent nömrəsini öz adlarına qeydiyyatdan keçirməsinə qadağa qoyulub.